Gəl danışa xoş gəlmisiniz. Bugün 4 qonağımla birlikdə baharın müjdəçisi olan, yeni başlanğıc, bolluq və birlik rəmzi olan Novruz haqqında danışacağıq. İlk qonağım Novruzun ən rəngarəng və zərif atributlarından birisi olan milli geyimlərin incəlikləri və əhəmiyyətindən danışacaq. Sponsorlarımızdan biri olan Gülşən Atelyenin təsisçisi Gülşən Qocayeva. Xoş gəlmisiniz Gülşən xanım. Xoş gördük. Sizə təşəkkür edirəm. Sıfırdan bu geyimlərimizi siz hazırlamısınız. Xoşdur, bizim üçün də maraqlı oldu. Gülşən xanım, hazırladığınız bu geyimlər haqqında bəzi məlumat verərdiniz. Bugün sizin verilişinizdə özümlə bərabər 4 fərqli milli geyim görəcəksiniz və bu geyimlərin hər biri bir başqa bölgəni təmsil edir. Məsələn, sizin əyninizdə olan geyim Azərbaycanın milli kişi geyimlərindən olan Qafqaz stilini təmsil edir. Xəyalə xanımın əynindəki geyim Azərbaycanın milli geyimi, Sevinç xanımın əynindəki geyim isə Qazaxıstanın milli geyimlərindəndir. Və mənim əynimdə gördüyünüz geyim isə Gürcüstanın milli qadın geyimləridir. Milli geyimlərimizin dizaynında istifadə olunan əsas rənglər və naxışlar nə simbolize edir? Azərbaycanın milli geyimlərində ən vacib elementlərdən birisi zərgərlik və aksesuarlardır. Məsələn üçün sizin əyninizdə olan kəmər, sinə detayları, mənim əynimdə olan kəmər. Bayramlar xaricində maraq nədir milli geyimlərə? Çox təəssüf ki, günümüzdə milli geyimlərin aktuallığı çox zəifdir. Sadəcə xına yaxdı mərasimlərində istifadə olunur və belə çəkilişlərdə falan istifadə olunur. Dövrümüzdə görmək istədiyim mənzərələrdən birisi odur ki, məsəl üçün toylarımızda milli geyimlərdən istifadə edə bilərlər, bayram şənliklərində, hətta bayramlarda küçələrdə falan milli geyimlər geyinsə daha maraqlı olardı. Misal üçün biz əvvəllər çərşənbələrdə, çərşənbələrdə biz əvvəl onu dedim. Bizim uşaqlığımızda kosa ilə keçəndə ən azından tonqanın ətrafında görərdik. İndi kosa ilə keçər heç görmək olmur. Həqiqətən də olmur. Yəni əvvəlki bayramlardan heç əsər əlamət qalmayıbdı. İndi biz də bugün bunu yaşadmaq istəyirik. Ən azı milli geyimlərdə Novruz ənənələrindən, adətlərindən birazdan Sevinç xanımla danışacağıq. Sizlə geyimlərdən danışırıq. Novruzun ənənəvi oyunlarından birisi olan yumurta döyüşdürmə oyunu oynayırsınız. Hansı rəng seçirsən? Yaşıl mənim. Pink. Sən vursan nə vurur? Mən. Sən vursan. Gəl, ucunu vurur. Sınıfı ver 100 faiza. Parmaklarına ayırın. Parmaklarının dışını da. Onu. Ama sen şimdi sınıfı. Evet, ben sınırır mısın? Ne güzel güzel bizim yatalarımız sınır hemşe. O parmaklarını parmaklarla gösteriyor havalarınızı. Bicok. Sınır. Bicok. Bicokdur, bicok. Bu mənim uğurlu yumurtam.